Onları anlamaq çətindir. Onların qəlbinin dərinliyinə varmaq mümkün deyil. Onlar nə istədiklərini özləri də anlamırlar. Bu məşhur və monoton fikirlər onların ünvanına tez-tez deyilir. Amma bircə dəfə olsa onları anlamağa, fikirlərinin dərinliyinə varmağa, istəklərini az da olsa başa düşməyə cəhd etmək olar. Onda aydın və sadə bir mənzərə oxunar qarşımızda. Onlara sadəcə güvən, sevgi, etibar lazımdır. Və bir də yiyə durmaq lazımdır onlara. Nə qədər güclü, dəyanətli və dözümlü görünsələr belə. Əgər bunun əksi olarsa, o zaman onları anlamaq, başa düşmək çətin olar. Sonrasını isə talih özü yaşadar. Kiminin bəxtinə nə düşə-düşə, harada büdrəmiş, harada səhvə yol vermiş olsalar belə, hamı kimi onlar da insandılar. Onların da islah olunması, anlaşılması, dəyişməsi ola bilər. Nə fərqi var ki, onlar kişi yox, qadındılar və onlar dediyimiz qadınlardır. O qadınlar ki, dünyaya insan gətirirlər, yuva qurub ocağı yandırırlar. Rəvadırım ki, öz ocaqlarını gülərəkdən söndürsünlər. Doğmalarım, hiç sormayın halımı, oxlayıblar dağlarda qartalımı. Çox tez itirdim mən balalarımı, uzun ayrılıqlar düşdü bəxtimə. Acı talih heç gülmədi üzümə, göz yaşlarım düzülübdür düzümə. Özüm yandım alovuna közümə, kanlar çovğunlar düşdü bəxtimə. Atam oğlu çağırıram mən səni, Allahları salma heç bir kimsəni. Gəl zindandan qurtar bu biçarəni, hicranlar, bəlalar düşdü bəxtimə. Mən də bir quş tək azad idim, tərsinə yazıldı talihsiz bəxtim. Dərdi qəm əlindən əyilib qəddim, müşküllər, qovğalar düşdü bəxtimə. Əzizlərim, gözüm yolda qalıbdır, ayrılıq qəlbimə kölgə salıbdır. Parçalanmış ürəyim kül olubdur, şimşəklər, alovlar düşdü bəxtimə. Mən də gileyləyəm çərx fələkdən, yağan yağışlardan, əsən küləkdən, gəlib düşdüm bura bilməyərəkdən, ağır imtihanlar düşdü bəxtimə. Haçan sona yetər görən bu həsrət, bir cüt balam qoy Allaha əmanət. Nə vaxt çıxam dar qəfəsdən, ya qismət, ağlayar yaxınlar, yadlar bəxtimə. Pis hala salmışam ana mən səni, ağı deyib, diri ağla sən məni, anacan qınama sən rəhiməni, dəmir barmaqlılar düşdü bəxtimə. Özünün də dediyi kimi, bəxtinə uzun ayrılıqlar düşən 54 yaşlı Rəhimə əslində Pilə kimi bir qadındır. Yaşadığı həbsxana həyatı, çəkdiyi əzab və peşmançılıq onun rəngini də dəyişib, içinin üzünə yansıyan halını da. Halbuki onun da gözəl ailəsi, xatirələri, xoş olan uşaqlığı və gəncliyi vardı. Çox mehriban ailəmiz var idi. Biz bacı qardaş çox mehriban olmuşuq. Bir-birimizə necə deyim sizə, inanın azlar sözlə deməmişik. Bax 9 uşaq olmuşuq. 5 qardaş, 4 bacı. Bizdə söyüş, bizdə heç nə ya, heç nə. Ailəmiz çox belə, atam çox dindar kişi olub. Quran oxuyan, namaz qılan, anam da həmçinin. Rəhimə orta məktəb bitirən kimi ailə qurur. Xoşbəxt yuva quracağı xəyalları ilə gəlin köçür. Amma bu doğrudan da sadəcə bir xəyal olur. Həyat yoldaşı Çingizin içkiyə olan aludəçiliyi Rəhimənin həyatını kabusa çevirir. Onunla ailə quranda 27 yaşım var idi. O məndən kiçik idi 2 yaş. O əvvəl yaxşı idi. Yavaş dolanırdıq. Arada olurdu dava, arada olurdu söz-söhbət. Yəni ki, keçib gedirdi də. Bir dənə ən çox onu korlayan içməyi idi.
işləyirdi, işləyirdi. Özünüz sevib onunla ailə qurmuşdunuz? Belə də oldu, ailə qurdu, təklif elədi ailə qurmaq mənə, mən də ailə qurdum onunla. Mən istəməzdim heç vaxt belə olsun. Heç vaxt istəməzdim. Dağılsın ailəm, uşaqlarımla ayrı qalım, aralı qalım. Ən çox əzab verən mənə uşaqlarımdan ayrı qalmaqdır. Balalarımdan ayrı qalmaqdır. Rəmalə və İqlimə adlı iki əkiz qız övladlarının dünyaya gəlişi də Çingizi içki vərdişindən uzaqlaşdırır. Əksinə, tez-tez sərxoş halda evə gəlir. Qızlarının gözü önündə həyat yoldaşını incidir, döyürdü. Rəhimə dəfələrlə ondan ayrılığa cəhd etsə də, o buna imkan vermirdi. Elədir ki, bir-iki dəfə getmişəm, ayrılmağa cəhd eləmişəm, ayrılmağa istəmişik. Yenə ailələrimiz razı olmayıb. Nə mənim ailəm, nə onun ailəsi misal üçün lazım olmayıb ki, lazım bilməyib ki, ayrılaq. Ona görə ki, 2 dənə balamız var idi, 2 dənə evladımız var idi. Həm də ki, mən də istəməzdim ayrı saxlayım uşaqlarımı. Kim istəyər, atasız saxlasın uşaqların. Döyməyi də var idi, döyürdü. Bəs neçə il dözdünüz? Axırda sizi nə məcbur elədi? Hansı hadisə? 22 il, 21 il ailə həyatımız oldu. Axırda, nə bilim, uşaqları köçürtdüm, qızları köçürtdük. Qızları köçürtdük. Nə bilim, heç üstündən çox keçmədi. Döydü məni. Döydü, özü çıxdım, getdim mən də. Özü də çıxartdı, dedi ki, çıx get. Mən də, nə bilim, daha o qədər şey olmuşdum ki, şey eləyə bilmirdim də. Götürə bilmirdim, çəkə bilmirdim. İçəridən çox çəkdim, o qədər, üzə bir üzə heç nə vermirdim. Heç kəsə heç nə demirdim, çox vaxtı. Heç onun özünə də heç nə demirdim, susurdum həmişə. Çıxdım, getdim, gəldi, məcbur gətirdi. Gəlmək istəyirdim, ayrılmaq istəyirdim. Məcbur gətirdi məni, məcbur. Onun üstündən 12 gün keçdi, bu hadisəni mən elədim. Böyük sükutlardan sonra həmişə böyük qasırğalar yaşanır. Rəhimə də 22 illik əzablı sükutunu böyük bir fəlakətlə pozur. 22 illik əzab və işgəncələrlə dolu həyatına son nöqtəni o öz əlləri ilə qoyur. Həmin gecəsi məni çox incitdi, mən də özüm də bilmədim, özüm də o məni pis döymüşdü. Heç mən özümü, o döydüyü şeylərim özümə gəlməmişdim mən. O döymüşdü, məni pis döymüşdü. Görmüşdü də bütün bacılar, qızım, bacım, zadım, çoxu görmüşdü. Qonum, qonşum görmüşdü, mənim üzüm nə vəziyyətdə idi. Üzümü heç kəs tanımırdı ki, bu mənəm. Danlayırdı, çoxu onu danlayırdı ki, niyə bu hala salmısan da onu, niyə bu günə qoymuşsan? Heç özümdə olmamışam. Heç özümə gəlməmiş, o mənə təzədən yenə həmin gecə incitməsəydi, mən sumkasını hazırlamışdım, bir səhər işə gedəcək. Şalvarını ütüləmişdim, köynəyini ütülüb qoymuşdum, bir səhər işə gedəcək. Həmin gecə məni o incitdi, gəldi. Yeməyi yedi, atdı, külqabını atdı mənə, dəymədi, başımı belə elədim, dəymədi, bıçaq atdı mənə. 1 saat məni qapının ağzında saxladı həmin gecə. 1 saata düz qapının ağzında dayandım orada. Özü oturdu stolda. İndi baxanlar onun tərəfi də baxacaq, bilirəm. Məni qınamasın heç kim. Heç kəs istəməz ki, başına belə bir hadisə gəlsin. Heç bir qadın evindən çıxmaq istəməz. Heç bir qadın, heç bir ana, heç bir qadın isti ocağına soyuq su tökməz. Mən bunu özüm məsəl üçün məcburən elə bir ki, özümdə olmadım. Axırda tutub ölüm qalım məsələsi idi.
Ona görə bunu mən elədim. Özümdə olmadı. İçkili idi, hə Rəhimə xanım? Hə, içkili idi, bəli. Nə ilə vurdunuz? Əlinizə nə keçdi kəmin məqamda? Əlimə yox, yatan yerdə vurmuşam. Dəmir kuvalla vurmuşam. Yatdı, yatandan sonra ancaq dedim ki, mən ancaq bunu öldürməklə mən bunun əlinə mən ancaq ölümlə qutara bilərəm, öldürməklə qutara bilərəm. Başqa cür heç nə ağlıma gəlmədi. Yəni özümdə olmadım, döyüldüm, yenə də deyirəm. Heç ağlıma heç nə gəl. Həmişə qaçıb çıxıb gedirdim, qardaşımın yanına, məsəl üçün bacımın yanına. Elə bu dəfə məni xata girələdi. Heç özümdə olmamışam, gedib gətirmişəm, vurmuşam. Vurandan sonra atmışam, gedib ip götürmüşəm ki, özümü də asım, öldürüm. Özüm 2 dəfə gedib ipi asmışam, 2 dəfə gedmişəm, ipin yanına gəlmişəm. Təzədən nə bilim, eləyə bilmədim, özümü öldürə bilmədim. Kaş ki öldürəydim. Bura düşməyəydim. Vardım, yığışdırdım, bastırdım həyətdə. Bastırdım həyətdə. 5 gün, yəni 5 gündən sonra onu iş yerindən axtardılar. Ondan sonra şöbədən gəldilər, xəbər verdilər şöbəyə, qardaşı zadı. Mən də dedim, apar mənə şöbəyə, mən deyəcəm yerim, harada. Və doğrudan şöbəyə gitmək istəyirəm, bəli, gitmək istəyirəm. Apardı mənə, orada dedim, haradadır dedim, dedim ki, elə oldu. O vaxtdan yaxşı yaman dolanırdı. İndiki fikrim olsaydı, bəli, indiki çıxıb tamam bir başqa yerə gedərdim, ayrılardım, uzaqlaşardım, cinayətdən uzaqlaşardım, bu cəzanı çəkməzdim, bu əziyyəti çəkməzdim, bəli. İstəsəydiniz bəli. uzağa gedə bilərdiniz. Gedə bilərdim, bəs bəli. Bəs nə məcbur edirdi onun yanında qalmağa sizi? Ailəm idi, uşaqlarımın atası idi. Bəs mən istəmirdim, dağıdım evimi, güclə evi qurmuşdum, güclə uşaqlarımı böyüdüb, köçürtmüşdüm, zəhmətlə, zülmlə, əziyyətlə. Mən istəmirdim uşaqların ata evindən məsəl üçün şey olsunlar. Sevgi yox, sevgi yox, sevgiyə yox. Mən deyirdim ki, haçansa bəlkə bir nəvəmiz də vardı hələ onda bizim. 7 aylıq nəvəmiz var idi. O gətirəndə məni nəvəmin canına and içdi, mən sənə daha dəyməyəcəm. Mən gəlməzdim. Bilsəydim o mənə təzədən yenə incidəcək, mən gəlməzdim. Mən açığı deyirəm, mən bacımın evindən o mənim nəvəmin canına and içdi gətirdi ki, Rəhimə, mən sənə daha döyməyəcəm. Mən sənə əlimi vurmayacam. Mən inandım, dedim ailəmdir, evimdir də. Evimi niyə dağıdım? Gəldim, elə gələndən heç yarım saat sonra keçmədi ki, dedi, Allahdım gətirdim mən səni. Mən onu bilsəydim gəlməzdim. Heç bacım gildə razı deyildi. Deyirdi ayrılacaq. Getsən Rəhimə ayrılacaq. Rəhimənlə məhkəmədə görüşərsən. İmkan vermədi. Nə oldu, nə elədi? 5 dənə kişinin, arvadın içindən o mənə çəkdi həmin günü məcbur. Bir gün, bütün gün bacımın qapısında qaldı o. Gəlmək istəmirdim. Həqiqi mən gəlmirdim. O mənə o cür döymüşdü. Mən gəlmək istəmirdim. Daşıya bilmirəm talih yükünü, bu çətin yollarda azıb qalmışam. Çoxdan unutmuşam toyu düyünü, özüm də bilmirəm çaşıb qalmışam. Getdi o çağlarım geriyə dönməz, qəlbimin atəşi alovu sönməz. Bundan da betəri heç ola bilməz, gözlərim yollara baxıb qalmışam. Xoşbəxt olmadımsa mən bu həyatda, bəs mən bu dünyaya niyə gəlmişəm? Çətinlik, ayrılıq, hicran çəkməyə. Demək, bu yollarda mən tək qalmışam. Bu qədər qardaşım, qohumum varkən, bilmirəm, dərdimi varmı bir çəkən. Bir vaxtlar çox idi nazımı çəkən, heç kimsə axtarmır, harda qalmışam. Tanımaq istəsəm bacı qardaşı, doğru deyiblər ki, ol yol yoldaşı. Düşməsin kimsənin çətinə başı, özüm öz dünyamı yıxıb qalmışam. Bu ayrılıq dağ çəkibdir sinəmə, dar günündə tanınırmış sən demə. Rəhiməyəm, inanmıram heç kimə, ağır imtihandan çıxıb qalmışam.
İstəməzdim bura düşüm. Heç vaxt istəməzdim. Olur, ailəmiz məcburən oldu. Elə bir ki, özümdə olmadı mühafizəm eləyəndə. Bir də sizə deyim ki, mən çoxdan ki arzum, ürəyimdə laf uşaqlıqdan elə bir ki şeyə, çox belə ürəyimdə olub da ki, yazım, eləyim. Orta məktəbdə oxuyanda elə bir ki, bir-iki dəfə şeirlərimi demişdim. Ondan sonra yazmadım. Arada elə bir arada hərdən bir dənə yazırdım, qoyurdum evdə var indi, bilmirəm qalıb qalmayıb. Axırıncı dəfə nənəmə yazmışdım bir şeirim, orada qaldı, evdə qaldı. Yəni ki, mənim arzum var, oxumaq arzum. Ən böyük arzum odur ki, bir məktəb oxuyum, qutarım, bir ixtisas alım. O arzum ancaq qaldı ürəyimdə, həmişə də ürəyimdədir. Ən böyük arzum o idi, heç ailə qurmaq, heç nə bilim, başqa şeylər arzusunda deyildim də, yəni o vaxtı, məktəbi qutaran vaxtı. Oxusaydım bəlkə də heç belə bir, axırım belə sonluğuna yetib qutarmazdı da. Gedib bir məktəbə girsəydim, oxusaydım, bəlkə də bir başqa həyatım olardı. Nəysə. Allah günahları bağışlayandır. Kimi bu dünyanı gəzib dolandı, kiminin taleyi qışdı, borandı, kiminsə həyatı qara zindandır, Allah günahları bağışlayandır. Kimi bu dünyada keyf ilə yaşar, kimsə həyatında səhv edər, çaşar, biri özündən çıxıb həddini aşar, Allah günahları bağışlayandır. Kiminin bu dünya gülər üzünə, kimi peşman olub döyər dizinə, kimsə üsyan edər özü özünə, Allah günahları bağışlayandır. Gəlin düz danışaq, haqq yola çıxaq, həyatın şirinin acısını dadaq. Bu dünyada yalan desə dil dodaq, Allah günahları bağışlayandır. Nə qədər çox günah etsə də insan, tövbə et, əhv eləsən Allahından. Bir gün öləcəkdir, bir gün yaranan, Allah günahları bağışlayandır. Özümü bağışlamıram. Bağışlamıram özümü. Yenə də deyirəm, indiki fikrim olsaydı, indiki düşüncəm olsaydı, ayrılıb, aralanıb çıxıb gedərdim ona. O da yaşayardı, balaları var idi. Mən də ayrı da olsa yaşayardım, çöldə olardım, balalarımın yanında olardım. Yəni ki, istədiyim vaxt balalarımı görərdim, doğumlarımı, əzizlərimi görərdim. Anamı görərdim, bir xəstə qoca anam var. Çox istəyirəm anamı, çox. Həddindən çox anamı bağlayam. Mənim məsləhətim budur ki, ailələr əgər dağılırsa, əvvəli dağılmasın. Heç bir ailənin dağılmağının tərəfdarı deyiləm. Qoy mehriban olsunlar ailələrində, kişilər qadınlara, qadınlar kişilərə mehribanlıq eləsinlər. Yaxşı yoldaş olsunlar bir-birinə. Ancaq ayrılandan sonra, artıq yolları ayrılandan sonra bir-birinə dəyməsinlər. Yəni, məcbur eləməsin ki, cinayət törətsin o qadın.